2024-cü ildə Respublika üzrə orta aylıq əmək haqqı 8,1% artmışdırsa, keçən ilin ilk 11 ayında artım 9,3% olub. 2025-ci ilin yekün nominal orta aylıq əmək haqqı artım faizinin fevral ayının əvvəllərində rəsmi elan ediləcəyi gözlənilir. İlkin gözlənti 9,2% maaş artımıdır. Yeni Sabah məlumat verir ki, bunu Milli Məclisin bugün keçirilən iclasında deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə bu o deməkdir ki, yaxın günlərdə bütün növün pensiyaların indeksləşdirilərək artırılması baş verəcək. 9,2% artırılacağı gözlənilən pensiya artımları 1 milyon 100 mindən çox vətəndaşımıza şamil olunaraq yanvar ayından hesablanacaq. Bu bütün növün əmək pensiyalarını, o cümlədən yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyaları alan bütün vətəndaşlarımıza şamil ediləcək. 2026-cı ildə Azərbaycanda orta aylıq pensiyanın təxminən 590 manat olacağı proqnozlaşdırılır. Yaşa görə orta pensiya isə 629 manata çatacaq və bu məbləğ 2025-ci illə müqayisədə 7,9%-dən çox artım deməkdir.